Təbrik edirəm Uğur bəy. Gözləyirdiniz Uğur bəy. Yox şəxsən. Aha, nə hisslər keçirdiniz? Bilirəm siz atanızı axtarmaq üçün gəlmişsiniz, amma bu evin də hədiyyə olunması bir gözəl sürpriz oldu. Nə hisslər keçirirsiniz? O ev mənə yox, anama düşür. Aha. Çox anamlar. O evi də qəbul etmək səbəbi anama gəlir. Bəzi gözəl insanlarımız baxıb deyə bilər ki, bu insan çıxıb onu atasını axtarmağa, niyə ev alır? Onu alıramsa bu qadına görə alıram. Bu qadınla. Amma biz vətəndaşlarında borcudur ki, vətən keşiyində duran oğullarımıza hər zaman dəstək ola. Xoşqədəm xanıma təşəkkür edək və iş adamına təşəkkür edək, İspəndiyar müəllimə. Təşəkkürümü bildirirəm. İspəndiyar müəllimə, Ramal bəyə, həm əsas mənim təsirimdir və atamın axtarı tapılmasıdır. İnşallah atanız da tapılar və o evin içində toy edərsiniz. Yığışarıq sizin toyunuza inşallah. İnşallah, Allahın izni ilə. Nərgiz anadır, Uğur bəyin anasıdır. Sizdən də təəssüratlarımızı alaq. Çünki ev hədiyyəsi ilə bağlı bildiyim qədər Uğur bəy atasının axtarışına daha çox üstünlük verir, amma yenə də sevincinin həddi hududu yoxdur. İstəyərdim sizdən də fikir alaq. Ayşe xanım mənim üçün də gözlənilməz oldu. Buna görə Xoşqədəm xanıma İşte çox əziyyət çəkənlər, zəhmət olanların hamısına təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Doğrudan da gözlənilməz bir sürpriz oldu. Bilmədim nə deyəm, daha doğrusu çox üzüldüm qaldım. Yenə deyirəm, bütün bu işdə zəhmət olanlara öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Amma çox istəyərdim ki, Uğur'un atası bu gün yazın burada olardı. Uğur onunla görüşərdi, o sevinci yaşayardı. Mən bilirsiniz ki, biz Uğur atası ilə bağlı çıxmışdı. Mən həmişə oğlumun arkasında durmuşam. Yəni oğluma dəstəyəm. Bu qədər, hisslərim bu qədər oldu. Aha. Bu yüzden o cümlədən sizə öz təşəkkürümü Təşəkkürlər. minnətdarlığımı bildirirəm. Səmimiliyinizə görə, gözəlliyinizə görə, insaniyyətliyinizə görə, insani cəhətlərinizə görə sizə Minnətdaram çox təşəkkür edirəm. O cümlədən sizin bütün rəhbərliyə, sizin bütün işçi heyətinə çox təşəkkürümü, minnətdarlığımı bildirirəm və sizin zəhmətiniz qarşısında hamınıza baş əyirəm. Estağfurullah, mən sizin qarşınızda baş əyirəm və təşəkkür edirəm. Kollektivsiniz. Yəni yardımlarınızla bağlı, millətimizin qayğısını çəkməklə bağlı. Xoşqədəm xanıma, onun rəhbərliyinə, bütün kollektivinə, hamısına öz təşəkkür və minnətdarlığımı bildirirəm. Allah'tan hamısına can sağlığı, ömür, xoşbəxtlik. İnşallah oğlunuzun toyunu edin o evdə. İnşallah. Ən əsas məsələ olan hər bir kollektiviniz üzvlərinə can sağlığı, uzun ömür, ailə saadət arzulayıram. Bundan gözəl arzu heç nə ola bilməz. Bəli, bəli. Təşəkkür edirəm. Sağ olun.